Həftədə neçə dəfə çimirsiniz? Mən hər gün, Niyə belə tez-tez? hər gün yaxşıdır. İnsan gözünə baxır. Səliqəli olmalıdır. Bu bir suallar dəyişir yavaş-yavaş və həftədə neçə? Həftədə hər gün çimmək bizdə ümumiyyətlə bərbərlərdə elədir ki, saç kəsimi, yəni tük ümumiyyətlə insanın üstünə oturur, nə qədər təmizləsən də onu duş almaq lazımdır. Həftədə neçə dəfə çimirsiniz? Demək olar ki, hər gün, amma hava şərtinə olaraq 2 gün, 1 gündən bir. Niyə belə tez-tez çimirsiniz? Nə bilim. Valla, yəni yağlı başım olanda əsəbləşirəm öz-özümə. Həftədə neçə dəfə çimirsiniz? Gündə elə olur ki, 2 dəfə çimirəm və hər gün çimirəm. Niyə bu qədər çox çimirsiniz? Çimməkdən rüyasını bağlamışam. Saçım çox tez yağlanır və çimməyəndə özümü narahat hiss edirəm, kirli hiss edirəm özümü. Həftədə neçə dəfə çimirsiniz? 7 dəfə, bəzən olur 8 dəfə belə. Yəni çimmək, tam çimmək deyəndə artıq 3-4 dəfə, amma belə səhər duşu qəbul etmək yəni artıq bir 7 dəfə, 7-8 dəfə. Niyə belə çox? Səhər-səhər idman edirəm, idmandan sonra duş qəbul edirəm, sonra bu qədər.